Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri. Mən Elçin Cəfərov yeni transfer xəbəri ilə qarşınızdayam. Türkiyə Super Liqa təmsilçilərindən Konyaspor Azərbaycan Premyer Liqasında mübarizə aparan Qarabağın qapısını döyməyə hazırlaşır. Belə ki, Qarabağın super ulduzu Monteneqralı yarım müdafiəçi Marko Yankoviçə təklifdə bulunacaq. Belə ki, Konyaspor gələn mövsüm üçün heyətini gücləndirmək istəyir və gələn mövsüm üçün İlhan Pavutun transfer siyasətində Marko Yankoviçin adı ön planda çəkilir. Bir mövsüm Qarabağla müqaviləsi var. Aylıq məvacib olaraq 60 min dollara yaxın maaş alır. Konyaspor tərəfi isə 70-80 min dollar ödəməyə hazırdır. Marko Yankoviçin bu transfer təklifinə necə yanaşacağı, klubun 1 milyon avroya yaxın, 1 milyon dollara yaxın təxminən belə bir transfer frisi var. Onu deməlidir Konyaspor. Bütün bunlarda Konyaspor 2.50 razıdır buna. Qarabağın qapısı döyüləcək. Buna Qurban Qurbanov və Qarabağ klubu rəhbərliyi necə reaksiya verəcək? Yankoviçin bildiyim qədərilə getmək istəyi var. Onu ilk növbədə söyleyeyim. Yankoviç ayrılmaq istəyir. Buna Qarabağ tərəfi necə reaksiya verəcək? Qarşıdakı günlərdə bu barədə daha ətraflı sizə məlumat verəcəyik. Hələlik deyirəm.